У меня есть. Bu sözlərin arasındakı fərq nədir? Yalnızca yes sözünün olması. Bəs bilirdiniz ki, у меня yes sözündə yes sözü bəzən istifadə olunmur, amma yenə də vardır mənası qalır. Bunların bütün izahlarını bugün sizlərə deyəcəm. Salam dəyərli izləyicilər, kanalıma xoş gəlibsiniz. Mən rus dili və ədəbiyyat müəlliməsiyəm. Bugün sizlər üçün русский язык как иностранный, rus dili xarici dil kimi, yəni qısaca desək, asan bir izahı ilə rus dili danışıq dili kimi proqramının ən önəmli və ən də çətin mövzularının birini sizə izah eləyəcəm. Amma mənim dərs izahımla, yəni metodikamla bu dərsi siz elə bu dərsdən başa düşüb rus dilində rahat cümlə qura bilərsiniz. Demək, bu mövzunu belə izahla mən onlayn dərslərimdə izah edirəm. Əgər dərs izahımı bəyənirsinizsə, o zaman bizim onlayn dərsimizə qoşula bilərsiniz. Onlayn dərslərimizə qoşulmaq üçün 050 840 55 22 nömrəsinə zəng eləyib WhatsApp-na yaza bilərsiniz. İndi isə baxın, у меня və у меня есть-in izahında nələr vardır? Birinci bilmək lazımdır ki, у меня bu bir haldır. Yəni qısaca desək, vəziyyətdir. Misal üçün, əhval-ruhiyyə, настроение. Əgər bizim настроениямız əladırsa, bu nədir? Bu artıq bir vəziyyətdir. Yəni əhval-ruhiyyətimizin bir vəziyyəti. O zaman deyirik ki, у меня отличное настроение. У меня əsasən mənim, məndə kimi bir çox fərqləri vardır, mənaları var. Misal üçün, у меня отличное настроение, mənim əhvalım əladır. Yəni məndə əla əhval-ruhiyyədir kimi demək olar. Və у меня есть-də isə baxın, u eynidir. Меня eynidir. Bəs nə zaman biz demək yes-dən istifadə edirik? Əgər ki, bu yes sözü cümlədə vardırsa, bunun mənası vardır deməkdir. Mənim vardır. У меня есть машина. Mənim maşınım var. Baxın, burada vardır mənasında deyirik. Bəs bilirdiniz ki, bəzən cümlədə yes sözü olmasa belə vardır kimi tərcümə olunur. Bunlar hansılardır? Yəni istisna. Bilirsiniz ki, rus dilində çox istisnalar vardır və buradakı istisna bizə onu öyrədir ki, bəzən есть, yəni bax bu söz deyilmədən var mənasında istifadə edilir. Yəni yes yazılmır, amma yenə də vardır mənasındadır. Bu nə zaman? Əgər xarakterdən danışılırsa, у меня хороший xarakter. Mənim yaxşı xarakterim. Baxın, Azərbaycan dilində var deyirik, amma rus dilində у меня есть demədik. Yəni belə deyim, rus dilində əgər xarakterdən danışılırsa, o zaman у меня есть demirik, deyirik у меня. Yəni yenə də mənim vardır, yaxşı xarakterim kimi deyirik. Sonra у тебя коричневые волосы. Sənin qəhvərəngi saçların var. Bəs burada есть niyə demədik? У тебя есть demədik. Dedik у тебя коричневые волосы. Çünki saç rəngi burada bir fiziki xüsusiyyətdir. Düzdürmü? Ona görə də biz есть sözündən istifadə etmirik. У тебя коричневые волосы. Demək, bir daha hər iki nümunəni qısaca bir qayda olaraq qeyd etmək lazımdır. Xarakter və fiziki xüsusiyyətlər, məsəl üçün saç rəngi, uzunluğu, materialı və s. kirpik, qaş, göz rəngi, boy, kilo, bədən quruluşu. Bu zaman biz var sözünü demirik. Yəni var deyilmir, amma tərcümədə var deyirik. Və beləliklə bir daha deyirəm, у меня, yəni haldır. Mənim yaxşı əhval-ruhiyyəm var, məsəl üçün deyirik. Mənim yaxşı əhval-ruhiyyəm. Bu zaman у меня есть demirik. Mənim əhvalım əladır. Amma desək ki, у меня есть,
O zaman deyirik mənim var. Məsəl üçün, у меня есть машина. Mənim maşınım var. İstisnalar hansıları idi? Hansı ki, o у меня есть mənasında, yəni var, vardır kimi tərcümə olunsa da, есть sözün demirik, yazmırıq, demirik. Demək, у меня хороший характер. Xarakterdən danışılarsa və ya у тебя коричневые волосы. Fiziki xüsusiyyətlərdən danışılarsa, var sözünü biz yazmırıq və demirik. Və beləliklə biz bu gün öyrəndiyimiz mövzulardan biri də у меня есть sözünün fərqidir. İstisnanı unutmayın. Beləliklə siz bugünkü dərsimizdə Rus dili danışıq proqramının bir mövzusunu öyrənmiş oldunuz. Mən onlayn dərslərimdə yalnızca belə izah yox, belə izahdan sonra da conversation, yəni ki, Rus dili разговорный, Rus dili danışıq təcrübəsi də edirik. Tələbələrimlə у меня есть haqqında bir çox cümlələr yazırıq, danışırıq. Sonra arasındakı fərqləri bir cümlədə bundan deyirik, bir cümlədə bundan deyirik. Tələbə dərslərdə %80, hətta ondan da artığından keçdiyimiz mövzunu təcrübə edirik. Yəni sırf qrammatika, çalışmalar etmirik. Biz sadəcə danışığa odaqlanırıq. Danışığı savadlı edirik. Yəni mövzunu mən sizə belə izah elədiyim kimi izah edirəm və daha sonra da